Vallahi qalmış bu çölün düzündə. Elə baxanda irəliləmə əvəzinə get-gedə illə geri gedirik. Belə şey olmaz axı. Allaha baxın, insafımız olsun. Və biz neyniyək, nə ilə yaşayaq? Ağcabədi rayon İşıq İdarəsinin ümidinə qalan Laçının Laçın obaları. 30 ildən artıqdır ki, erməni təcavüzünə məruz qalmış keçmiş məcburi köçkünlər bu gördüyünüz çətin şəraitdə yaşayıb yaratmağı bacarmışdırlar. Hal-hazırda təqdim etdiyimiz taxta körpü ərazisi Bağazin Qarağac obasıdır. Evsiz, eşiksiz, yeraltı obalarda yaşamağa məhkum olunan bu zavallıların elə çoxu da burada dəfn edilib. Səsləri eşidilməyən, ASTV-nin yayımı olan, amma ASTV-ni izləmək üçün elektrikin olmadığı, unudulmuş Ağcaqum çöllüyüdür burası. Bu insanlar hələ də müasir Azərbaycanın tərəqqidə olan dövründə gecələr evlərini aydınlatmayan elektrikin, yəni işığın həsrətindədirlər. Media qrupumuza müraciət edən Laçın rayon Bağazin kənd sakini Hümbətova Gülüstan Əkbər qızı bildirir ki, 34 ildir yaşadığı Qarağac obasında 40-dan artıq ailə məskunlaşıb. Elektrik xəttinin nasaz olması, transformator paylayıcısının tamamilə sıradan çıxması onları illərdir işıq üzünə həsrət qoyduğuna görə məcburdular ki, lampa yandırsınlar. Necə ki, yandırırlar. Gülüstan xanım onu da qeyd edir ki, məcburi köçkünlərin sərfiyyatı üçün nəzərdə tutulan elektrikin pulu dövlət hesabına ödənir. Amma buna baxmayaraq, Ağcabədi rayon İşıq İdarəsi tamamilə sıradan çıxmış transformatoru dəyişdirmir. Ümumiyyətlə, bu ərazilər unudulubdur. Hümbətovanın Prezident İlham Əliyevə müraciətini təqdim edirik. Qarşı tərəfi dinləməyə hazırıq. Qalmışıq belə. Nə gələn yox, gedən yox, günümüzə yanan yox. Bu işıqda kim işləyir, kimdir bunu rəhbəri, kimdir böyüyü. Gəlsinlər, yoxlasınlar, bəlkə bizim bu dərdimizə çarə eləsinlər. Vallahi qalmışıq bu çölün düzündə. Elə baxanda irəliləmə əvəzinə get-gedə illə geri gedirik. Belə şey olmaz axı. Allaha baxın, insafımız olsun və biz neyniyək, nə ilə yaşayaq? Nə cür yaşamalıyıq? Bizə gəlin, yol göstərin, bizə bir, nə bilim, xeyir verin. Çox-çox xahiş edirəm sizdən. Gəlin bizim bu işinlə məşğul olun. İlham Əliyevdən kömək istəyirik. İlham Əliyevə heç bəlkə də bu vəziyyətimizi bilən yoxdur. O bildisələr bizə bir çarə çəkərdi.